Danışanda elə danışırıq ki, ya bu dünyamıza xeyir olsun, ya da axirətimizə. Yox, əslində yaxşıdır. Əleyhissalam bəyənmir. Deyir, biz də danışmırıq. Danışanda elə danışırıq. Həm bu dünyamıza xeyir olsun, həm də axirətimizə. İlahi, mənim üçün o həzrəti şəfaati qəbul olunan bir şəfaatçı qərar ver. Peyğəmbər sallallahu aleyhi və aleyhi mənim üçün sənə çatılacaq asan, rahat, geniş yol qərar ver. Bədbəxt o insan ki, axirətini dünyaya qurban verir. Ondan da bədbəxt budur ki, öz axirətini başqasının dünyasına qurban verir. Sən elə yolu getməlisən ki, nəticədə sən ona böyük qardaşlığın, yəni sən dini qorumalısan, bəli. Bu yol səndən böyüməyi tələb edir. Nəfsimiz bir şey istəyir, amma heç qəbul da eləmirsən nəfsində. Deyirsən, elə ağlım bunu istəyir, bədbəxtçilik. O içəridəki o gərginlik var, o təb gəlir, qızdırma gəlir, o ümid yerir. Namaz insanı pislikdən çəkindirir, günahdan çəkindirir. Namaz insanı qoruyur. Amma İmam Hüseyin üçün deyilən söz budur ki, sən şəhadət verən gün sən namazı saxladın. Qorudun. Namazı qorudun. Sizin əgər suyunuz çəkilərsə, yerin dibinə gedərsə, kim sizə o suyu, axar suyu göndərə bilər? Ziraat, yəni birbaşa insanın qəlbi düzəlsə, onun bütün əməlləri düzgün olacaq. Dığ illər yağışı tək quruyub göz yaşımız. Çuyi eşqində gərək bir də müsəllaya gəlir. Ağıl haqqa tabi olmaqla təkmilləşir. Bismillahirrahmanirrahim. Salam, hörmətli izləyicilər. Hər vaxtınız xeyirli olsun. Doğru yanaşma yenə də efirdədir. Ötən həftə gözəl bir mövzu haqqında ustadlar söhbət etmişdilər. Çox dərdə dəyən, faydalı bir mövzu idi. Baxmayaraq ağır bir mövzudur. Hər kəsin yəni qavrayacağı bir mövzu olmasa da, amma çox gərəkli, lazımlı, faydalı bir mövzu idi. Necə edək ki, zehni məlumatlarımız qəlbi inanclara çevrilsin, imanımız artsın. Necə edək ki, bu məlumatlar mərifətə çevrilsin və imanın nişanələri nədir? Bu kimi suallara ustadlar cavab verməyə çalışdılar və bu proqramı da həsr etmişik həmin bu suallara. Ustadları təqdim etmək istəyirəm. Həmişə olduğu kimi əziz alimlər, ruhani alimlər, ilahiyyatçı alimlər, Axund Azər Sani, Hacı Mircəfər Əyyubov, Hacı Ramil Bədəlov. Hər üçünüzü salamlayırıq. Xoş gördük sizi. Salam. Mövzu aydındır. Ötən həftə də qeyd etmişdik ki, davamı olacaq. Bugünlük yenə də bu mövzu davam edir, amma inşallah növbəti həftədə mübarək Ramazanın gəlişi ilə bağlı söhbətiniz olacaq inşallah. Mən anonsunu indidən verdim. Və Ramazan ayında təbii ki, bu proqram fasiləyə çıxacaq, təxirə salınacaq. Mübarək Ramazan ayında indidən qeyd etmək istəyirəm ki, hər il olduğu kimi bu ildə o başdan çağı, imsak vaxtında, sübh namazından 1 saat öncə əziz ruhanimiz Hacı Ramil Bədəlovla proqramımız olacaq, canlı yayım olacaq. İndidən özünüzü hazırlayın, dostlara da xəbər verin ki, proqramımız olacaq. Və Ramazan ayından sonra yenə də bu gözəl proqramımız davam edəcək. Söz sizdədir, buyurun ustadlar. Bismillahirrahmanirrahim. Salamlayıram hamını. Mövzumuz bizim zehni məlumatlarımızın, biliklərimizin qəlbdəki inanclara çevrilməsi idi. Bəli. Və bu mövzunu biraz dini terminlə ifadə etsək, necə edək ki, əqli nəzəri, əqli əməliyə çevrilsin. Yəni, nəzəri ağlımız praktik, tətbiq olunması ağla çevrilsin. Çünki hədislərdə, dini biliklərdə bu mövzu çox aktualdır ki, cəhalət, cəhl, elmin əksi ziddi deyil. Cəhl ağlın ziddidir. Yəni, Usul-i Kafi kitabında və digər əxlaq kitablarında görsən, ağlın qoşunları və cəhlin qoşunları keçir. Bəzi məlumatlarda cəhalətin, cəhlin 75 dənə qoşunu, adamı
gücü, qüvvəsi keçir insanın vücudunda. Nə bilim, şəhvətdir, qəzəbdir, buxuldur və s. və ilə axır. Deməli, bizim mövzumuz əslində ağıldır. Ağıl sözü əql sözündəndir ərəb dilində. Əl-əql iqal sözündəndir. İqal sözü ərəb dilində atı, başqa dörd ayaqlıları belə deyək, çidarlamağa deyilir. Bunu kənd cəmaatı daha yaxşı başa düşər. Heyvanın ayağını elə bağlayırsan ki, həm hərəkət eləyə bilsin, həm də Çox uzağa getmir. mən istədiyim çərçivədə hərəkət eləsin. Yəni, istədiyini edə bilməsin. Özbaşınalıq edə bilməsin. Özünü uçurumdan filanına atmasın, gedib azmasın. Canavara, qurda, yırtıcıya rast gəlməsin. Ona iqal deyirlər. Ağıl da bir qüvvədir. İnsan öz hərəkətlərini, davranışlarını, istəklərini buraxsa, həmin o istəklər, nəfsani, həvalar onu dağdan, dərədən atacaq, məhv eləyəcək. Ya yırtıcıya rast gətirəcək, yoldan azdıracaq. Ağıl onu çidarlayır. Demir heç nə eləmə. Deyir, amma nə eləyirsənsə bu çərçivədə elə. Allah dediyi yerdə elə. Ona deyilir ağıl. İndi burada nə çıxır? Bəzən Quran-ı Kərimdə biz baxıb görürük ki, Allah Taala onun sözlərini qəbul etməyəni zahirən təhqir eləyir. Baxıb görürük, təhqir kimidir. Məsələn, deyir, onlar heyvandılar, heyvandan aşağıdılar. İnsanda belə bir təsəvvür yaranır ki, bu ədəbdə, ərkanda olan kitabda bu təhqirlər niyə olsun? Məsələn, Quran-ı Kərim Yusuf əleyhissalamın əhvalatını o cür belə deyək də vulqar bir əhvalatı, hadisəni elə nəql edir ki, həm hadisəni bütün təfərrüatı ilə bildirir, həm də ki, bircə dənə də vulqar ifadə işlətmir. Yəni, iffətə zidd ifadə işlətmir. Həmin Allah Taala götürür, deyir ki, mənim filan sözlərimi qəbul eləməyən, mənə iman gətirməyən və s. Deyir, məsələn, bəlhum, hum kəl-ən'am bəlhum ədəl. Onlar dörd ayaqlar kimi dörd ayaqlar. Niyə belə deyir? Bu əslində təhqir deyil, statusdur. Niyə? Baxın, insanla başqa canlıları fərqləndirən onların fiziki quruluşları deyil. Onlar çox da önəm kəsb etmir. Onda elədir, bunda belədir. Çox fərq yoxdur. Yəni, belə baxanda təbii ehtiyacları ödəmək baxımından insanla başqa canlılar arasında elə də mühüm fərq yoxdur. Fərq bundadır. İnsandan qeyri canlıları, biz quşlar olsun, balıqlar olsun, heyvanlar olsun, tərif edəndə belə deyirik. Onlar ürəkləri nə istəyirsə edirlər. Şəhvət onlara hakimdir. Bəzən qəzəb onlara hakimdir. Məsələn, baxmır ki, bu, məsələn, bir göyərçin baxmır ki, o dən o biri göyərçinindir, gedir orada da yiyir, məsələn. Çatmır ona. İnsan isə fərqlidir. İnsanın öz normaları var, normativləri var, qanunları var. Qanun çərçivəsində düşüncə ilə iş görən. Baxıb görürsən ki, insanı başqasından fərqləndirən həmin bu iqaldır. Həmin bu çərçivəni qəbul etməkdir. Həmin o ağlı qəbul etməkdir. İndi, bir insan tamamilə özünü şəhvətin, qəzəbin ixtiyarına veribsə, ümumiyyətlə burada ağlı işlətmirsə və hətta tam əksinə ağlı da şəhvət və qəzəbini daha mükəmməl şəkildə həyata keçirmək üçün işlədirsə, Allah Teala durub onun statusunu deyəndə niyə acığımıza gəlsin ki? Bu özü o statusu qəbul edir. Allah Teala deyib ki, kim bu çərçivədə olsa insandır, bu çərçivədən çıxsa insan deyil. Bu insan bu çərçivədən çıxır və tələb edir ki, məni çərçivədəki kimi qəbul edin. Mən ağlımı işlətməyəcəm, amma birinin hünəri var, mənə ağılsız desin. Çox gülüncdür bu varlığın hərəkəti. O nöqtə nəzərdən baxanda ağlın insan həyatındakı əhəmiyyəti nə qədər
yüksək şəkildə bilinir. İndi hədislərimizdə, ayələrdə, hədislərdə ağlı çoxaldan və azaldan amillərə toxunulub. Ağlı çoxaldan və azaldan amillərə. Məsələn, birini deyim ki, bugün həddindən artıq aktualdır və xəbərimiz olmadan bizim ağlımızın fundamentini darmadağın eləməklə məşğuldur. İnsanın ən azından dünyasına faydası olmayan informasiyalarla məşğul olmaq. Hədislərdə keçir, hərzəli ilə məşğul olmaq. Bihudə işlərlə məşğul olmaq insanın ağlını azaldır, əksi insanın ağlını çoxaldır. Belə bir hədis yadıma düşdü Seyid deyir, deyir, soruşma o mövzunu ki, bilsən xeyri yoxdur, bilməsən ziyanı yoxdur. Bəli. Belə xeyri də yoxdur. Hətta Quran-Kərimdə də ayəsi var da, la təsəlu anil əşya in tubdələkum təsukum. Elə şeylər var ki, vacib deyil soruşasan, bilsən sənə zərəri olar məsələn. İndi baxın, biz sosial şəbəkələrin bu azad, əl çatan, bu rifah zamanında bizim telefonlarla, kompüterlərlə məşğul olduğumuz, hətta mətbu orqanlar neçə faizi bizim ya axirətimizə, ya dünyamıza lazımdır məsələn. Əksər məlumatlar, görsən, filankəs öldürdü. Mən də bir şey yadıma düşdü Seyid başda. Əli əleyhissalam soruşur ki, siz nə edirsiniz? Sizin arif, zamanə arifləri nə edir? Deyir, biz danışmırıq. Ariflər cavab verir. Danışanda elə danışırıq ki, ya bu dünyamıza xeyir olsun, ya da axirətimizə. Yox, əslində yaxşıdır. Əli əleyhissalam bəyənmir. Deyir, biz də danışmırıq. Danışanda elə danışırıq. Həm bu dünyamıza xeyir olsun, həm də axirətimizə. Yəni, bu yaxşıların yaxşısıdır ya. Zirvədir də bu. Hə. Yəni, bu günləri onu fikirləşən çox azdır bu barədə ki, yaxşı, başa düşdük də, Muaviyə deyir bir nəfərə. Yaxşı, mən başa düşüldüm ki, Əli əleyhissalamdan mənim düşmənçiliyim, Əli ilə mənim düşmənçiliyim dünyaya görədir. Bir nəfər ki, çıxır, başlayır Muaviyyəni tərifləməyə, Əli əleyhissalamı pisləməyə. Deyir, bunu başa düşdük ki, mən Əliyə düşmənəm. Mən maraqlı tərəfəm. Bəli, marağım var. Dünya da olsa marağım var. Ay, bədbaxt, marağın deyir, nədir? Heç də verilməyəcəksən. Sən bilmirsən ki, ya, Həzrət Əli üçün bu yandan saman tayası yığ, bu yandan qızıl yığ, yine onun üçün heç bir fərqi yoxdur. Yəni, bəzən insan elə şeyin uğrunda vaxtını sərf eləyir ki, heç dünyasına da xeyir deyir. Yəni, dünyaya xeyir olsa deyərsən ki, Allah bərəkət versin. Hədisdə hətta var, deyir, bədbəxt o insan ki, axirətin dünyaya qurban verir. Ondan da bədbəxt budur ki, öz axirətin başqasının dünyasına qurban verir. Ondan da bədbəxt olur. Əşqələşqiyadır. Mövzumuz Seyid elə doğrudan mükəmməl giriş elədi də. Nəzəri ağıl və praktiki ağıla toxundu ki, və doğrudan da mühüm mövzudur və siz elə yaxşı başladınız ki, necə eləyək ki, bu məlumatlar bir növ imana çevrilsin, yəni mərifətə çevrilsin. Doğrudan da mühümdür. Burada bir neçə dənə öz zehnimdə konspekt edirdim. Deməli, biz ilk öncə bir bəndə olaraq çalışmalıyıq ki, məlumat səviyyəsində qalmasın bilgilərimiz, qəlbi mərifətlərə çevrilsin. Bu bir mərhələdir. Ondan da sonra, ona iman deyirlər də artıq, düzdür. Bundan da o tərəf ikinci mərhələmiz budur ki, bu iman da o həddə qalmamalıdır, artmalıdır. Zadəhum Quranda gəlib, lənəzidənnəkum Quranda gəlib, zidni elmən, artır elmimi Quranda gəlib. Bu kəlmə keçib bu dini mətinlərimizdə ki, yəni qalmayın bir həddə, artırın. Məsələn, hədislərdə var deyir ki, imanın filan dərəcəsində olan, məsələn, biri tutaq ki, imanın 5-ci dərəcəsindədir, ona 6-cı dərəcənin sözünü demə də, o ilişdirərsən onu. Məsələn, hədislərdə var, Salman bir pillə yuxarıda idi Əbazərdən, iman dərəcəsində. Görünür ki, imanın dərəcələri var. Salam deyir ki, Əbazər bilsə ki, Salman nələr bilir, öldürər onu. Həm belə qətələhu. Fəlsəfədə bir mövzu var, vücudun müşəkkik olması da, yəni şiddət və zəif, məsələn, çox mərtəbəli varlıq. Çox mərtəbəli. Yəni Quran-ı Kərimdə təqva haqqında buyurur ki, "Vəttəqullah məstəta'tum." Nə qədər bacarırsınız təqvalı olun. Hətta ondan da ağır budur ki, deyir,
təqvanın Haqqa tuqati, haqqını əda edin. Görürəm, o da bizim ikinci mərhələmizdə iman artırma mərhələmiz var. Bir mərhələ məlumatların mərifətə çevrilməsi. İkinci mərhələ mərifətimizi, imanımızı artırmaqdır. Üçüncü mərhələdə bu artırmaqla da yanaşı müraqibətdir, qorunmaqdır. Biz bəzi vaxtlar, mən bir dənə belə bir mövzu deyim, adam görsən bir şey tapır, tapdığını elə bir ki, heç vaxt itirməyəcək, başqa şey axtarır. Görsən bir dost tapıb, bu 100% öz yerindədir, başqasını axtarır, bir də görsən o da itirir. Onun yerini möhkəmlətmək lazımdır. Onu da diqqətdə saxlamaq, onu da yeri möhkəmləndirmək, onu da qorumaq lazımdır. Biz qazandığımız o imanları qorumalıyıq və bunun üçün də mühüm müraqibət mövzusu. İstəyirəm deyim ki, mövzu çox şahəlidir, dəyərli izləyicilər. Adam elə oradan girir, buradan girir, istəyir yığışdıraq, görür, hələ gedir, çəkir, mövzu aparır da bizi. Bu üç mərhələ və Seyyidimiz, əziz Seyyidimiz, dəyərli ruhanimiz toxundu ki, biz bu sahədə çox çalışmalıyıq ki, o iradəmiz, praktiki ağlımız möhkəmlənsin də. Və bir dənə mən Seyyid, burada bir qeyd yazmışam ki, biz neyniyə bilərik ki, o mərifətə çevrilsin, imana çevrilsin, inanca çevrilsin. Böyük ustadların belə bir mövzusu var. Əxlaqda və hətta belə deyək də nəzəri irfanda, seyri suluk mövzularında bu mövzuları açıqlar. Deyirlər, təvəccüh deyilən bir mövzu var, təvəccüh. Hətta Əllamə Əl-Mizan təfsirinin müəllifi də son anlarda hey deyərmiş, təvəccüh, diqqətlə yaşayın da. Yəni, Əmirül-Müminin deyir, kuntu bəvvaban ələ qəlbi, qəlb evinin qapısı dayanmışdım, belə. Bicanəni qoymurdum da keçsin o yana, bu yana. Özü içərdə deyəməmişdi ya, bayırda deyəmiş. Çünki qoruyurdum. Deyir onu, deyir ki, mən nə qədər dayandım, ölüm heç kim gəlmədi. Diyarda dayanmışdım, içərdə. Sən içərdə nə üçün var? Bayırda dayan, gələni qoymadı. Qapıda dayanır, hər sözü danışmırsan. Hədisdə var ki, zahirən yadımda, yazılarımda var. Oxumuşam, hədisdir. Deyir ki, çox bir sözü düşün, sevərsən. Çox bir mövzudan danışsan, aşıq olarsan həmən mövzuya. Bəzi vaxtlar insan ümumiyyətlə hazan bir günaha bulaşır. Bir ustad deyirdi ki, çox maraqlı deyirdi ki, hələ o günaha bulaşmayıb, gedir o günaha bulaşanlarla oturur. Hələ birinci mərhələdə şeytan oturdur. İkinci mərhələdə o söhbət edir, bu qulaq asır. Üçüncü mərhələdə bu da artıq danışır. Dördüncü mərtələdə danışa-danışa maraq yananır. Beşdə artıq başlayır o işi eləməyə. İnkişaf gedirdi. İnkişaf gedir. Asta-asta gedir. Görünən budur ki, diqqətli olmalıyıq. Diqqət. Bunu gətirirlər seyri sulukda deyirlər, bir zehni diqqət var, bir də qəlbi diqqət var. Biz zehni diqqəti qəlbi diqqətə çevirməliyik. Bu ümumiyyətlə mövzumuz elə... Onun üçün gərək öncə inansın da ona, yenə qayıdır mövzumuza. Əhsən. Biliklər, idraklar inanca çevrilməlidir. Çünki insan nə eləyirsə, o elədiyinin arxasında müəyyən inanc dayanır. Ona sual verəndə ki, sən bunu niyə elədin? Məlum ki, ideoloji əsası var da. Pislik eləyən ideoloji əsasən eləyir. Yaxşılıq eləyən hər ikisi, hər iki tərəf. Allahı qəbul eləyən, daha doğrusu Allahın əmrlərini yerinə yetirən niyə eləyir? Deyir, çünki Allah deyibsə, cənnət verirsən. Bu, ümumiyyətlə, bütün sahələrdə belətdə, misalı ki, çəkdin, əvvəl həmən yerdə oturursan. Sonra olursan onlardan biri, sonra olursan o məclisi idarə eləyənlərdən biri, yavaş-yavaş hər sahədə bu şey var. İnsanın o zehnində düşündükləri düşməli də qəlbinə bir düyün kimi olmalıdır əqidə. Əqidə elə o qəddən, yəni düyün. O düşməli də qəlbi də olmalıdır. Və bütün məsələlərdə bu formada olur. Vird həmişə təkrarladığın sözə deyərlər, vird. O virdi o qədər təkrarlayırsan ki, ta ki çevrilsin zikrə, xatırlamağa. Bənzəyir bilsən nəyə? Ki, mən falan kəsin yanından gələm, Seyid sənə salam dedi. Sən ki, nə Seyid, hansı deyir, Seyid də. Başlayırsa onu təkrar Seyid. Hə, o Seyid. Bu neçə dəfə təkrarlaya, xatırlayırsan, hə, o Seyid. Yəni, bu zikr ki var, bu xatırlamaq ki var. Allah qeyri-məhduddur da. Allahı xatırladıqsan, bu bitib tükənmir.
getdikcə gedir. Bir misal var idi, bilmirəm, mən burada çəkmişəm o misalı, ən çox sevdiyim misaldır. O Məcnun dəvəni açır tövlədən, minir ki, getsin Leylinin evinə. Dəvənin də balası var tövlədə. Hələ gedəndə yolda balaca ipini buraxan kimi dəvə qayıdır, bir dairə ki, gəldi balasının yanına. Bir neçə Seyid dəfə çəkən bu misal da uyğundur. təkrar olandan sonra deyir ki, sənin fikrin buradadır, mənim fikrim oradadır, mənlə səninki düz gəlməz. O mərhələlər var, ki, məsələn, 3-cü mərhələnin adamı ilə 4-cü ya 5-ci mərhələnin adamın sözü düz gəlməz. Ona görə Füzulidə var, deyir, aşiyanə murğ del zülfi pərişanındadır. Könlümün quşunun yuvası aşiyanə hardadır? Dağınıq saçındadır. Aşiyanə murğ del zülfi pərişanındadır. Ondan sonra deyir, harda olursan ey pəri, könlüm sənin yanındadır. Yəni ki, bənzər bizim namaz qılmağımıza ya. Kimin ki qəlbi o formada zikirlə məşğuldursa, onun namazda fikri qaçmayacaq. Yəni. Fikri qaçmayacaq. O dəvənin balası ki, tövlədə idi, o oradadır fikri, Məcnunun fikri hardadır? Leylinin evindədir. Kimin qəlbinin quşu deyirlər, o hardadırsa, fikir ancaq ora yönəlir. Hə öldürgünün özü ki, namazda fikri cəm eləyəsən, sən o namaza qədər necə yaşamısan? Qəlbin harda olub? Namazda da elə odur. Yəni, bunu heç cür mümkün deyil. O misal çəkmişdim, bir də şüyüd toxumu əkib banan ağacı gözləmədə çıxsın da. Yəni, nə desən, necə yaşamısansa. Şüyüdlə bananı necə tapdınsa. Yəni, bir-birinə dəxil olmayan şeylərdir də. Sən başlamısan belə dünyəvi yaşamaya. İndi gəlmirsən, namaz istəyirsən, mükaşifə olsun, falan halab, sən orada ne işin var, sən o cür yaşamamsan. Kaşifə də olur ha, amma necə o olur? sahədə olur da, öz sahəsində O olur. zəncanlı bir alim olur. Adı yadımdan çıxdı. O deyir, özü danışırmış ki, mən ilk başlayanda gördüm ki, böyle seyr-i sülükə başlayan kimi da çox riyazətə də ehtiyac olmadı, çox məşqə ehtiyac olmadı. Mən başladım bəsirət sahibi olmağa. Başladım insanların qəlbini görməyə, niyyətini görməyə. Özümdə xoflanırdım özümdən ki, necə oldu? Mənə təzə başlamışam, axı belə bir düz gəlmədi biraz. bir ruhani var, deyirdi ki, mən yaddaşdan danışırdı ki, yaddaş adamın əlində deyildi, Allahın əlindədir. Bir dəfə namaz qılıram, deyir. Camaat namazı, pişi namazım, imam camaatım. Deyir, başladım, deyim, Bismillahirrahim. Gördüm, düz gəlmədi elə bil ki, qısa oldu biraz. Dedim ki, Bəhərdən çıxma. Bismillahirrahim. Gördüm, yox, alınmır. Andan ana başa geçdim ki, Bismillahirrahmanirrahim. Orada Rəhman var. İndi bu da gördüm ki, tez oldu elə bil ki. Nəsə, mən də elə ibadətdə bilirəm, günlərin bir günü mənə səs gəldi ki, bəs sənə bunu vermişik, bəsirətdə sən məqamı çatmışsan da namaz qılma. Dedim, necə namaz qılma? Peyğəmbərin məqamı hara, mənim məqamım hara? Onun məqamı çoxaldıqca namazı çoxalırdı. Sən mənə niyə deyirsən namaz qılma? Dedi, yox, sən çatmırsan lazım məqama. Əgər bundan sonra namaz qılsan, bu verdiklərimizi səndən alacaq. Mən çox kobud şəkildə dedim ki, cəhənnəmə alın. Mən ibadətimə davam edəcəm. Bir dənə deyək, qəhqəhə səsi eşitdim. Ondan sonra daha bütün hər şey alındı məndən. Bildim ki, bu Allah tərəfindən verilən mükaşifə deyilmiş. Bunu şeytan vermişmiş. Gülən kim idi? Şeytan. Ondan sonra deyir, sən çox məşğul olmuşsan, şeytanı tanımırsan. Ondan sonra deyir, ibadətlərimi davam elədim. Allah Teala mənə elə şeylər verdi ki, onun verdiyi o əvvəlki məqamlar heç nə oldu onun yanında. Ne demək istəyirəm? Bayaq dedim, mükaşifə söhbət. Bəzən gəlir nələrsə bilirsən, amma israr eləyirsən, inad eləyirsən ki, Allah verib. Bilmək olmaz elə. Və hər kəsdə də bəsirət kimi olmur ki. Bəzən görürsən, bir nəfər 3 dənə irfani kitab oxuyur, başlayır irfani nəzərdən danışmağa, başlayır özündən müştəbih olmağa, başlayır zikir məclisi düzəltməyə, başlayır irfani dəstək yaratmağa. Görürsən, bu qardaş əvvəl yaxşı mömin idi, məscid əhli idi, gündəlik avam möminliyi yaşayırdı. İndi özü narif hesab edir, başqaların... Heç kəsin də bəyənmir. Heç kəs də bəyənmir, söz də batmır.
Niyə? Çünki o şeytan ona bir iki dənə bərzəxdən bir şey göndərir, bu elə bir işi Allah göndərdi. Çox yaxşı mövzular. Mərhum Əllamə Bəli. Tabatabai deyirdi ki, əgər gördünüz bir nəfər daşı götürdü gözünüzün qabağında qızıla çevirdi dua eləməklə, birdən elə bilərsiniz o Zərgər. vilayət məqamına çatıb. Yo, ehtiyatlı olun ha. Onu deyir Hindistandakı yoga ilə məşğul olanlar da Mürtazlar bacarır. da, deyir, hə. bəli. O O ehtiyatlı olun. Samiri kimi də bir o Bəli. video götürdüm də, deyir elçinin torpağından. Ümumiyyətlə bu mövzunun bu tərəfində o günlər öz-özümdə elə bir dostlarla oturub danışırdıq. Bəzi ümumiyyətlə namazı atanların bəzi müşkülü, ibadətdən uzaqlaşanlar. Görürsən ki, namaza başlayanda bu cürlə başlayır ki, mən mükaşifə edeyim, daha belə qeyblə əlaqədə olun və s. 1 il, 2 il görür, onu almır. Özünün də ibadətini elə biraz çox böyük görür. Özünü də daha fövqəladə bir insan bilir. Daha məsələn gecə 3-4 dəfə durub ibadət edir. Daha bunun o tərəfəsi yoxdur. Onu görməyəndə nə edirəm də bu tərəfində elə bir ziyanlı tərəfini deyirəm də. Görsən elə o da saxlayır ki, yox, burdan bir şey çıxmadı. Halbuki adam oturub düşünər ki, o namazın özü hələ mən heç o mükaşifə olmasa da belə ya, mən o namazı qılmağı ki, Allah mənə lütf edib, inayət edib, həqiqətən o Onların- özü Allahın nə qədər mərhəmətidir, mən Adı danışa onların bilirəm. bilmək istəmədiyi bilirsən nədir? Onların indi bizim də hər kəs bu Bəli. yolu gedirsə, elə bilirlər ki, mən yola düşən kimi şeytan deyəcək ki, bu da bu yola düşdü da, bunun Xoş işimiz olmaz. Əksinə, şeytan deyir ki, ləqədənnə Allahum sırada. ləhum sıratəkəl müstəqim. Mən sırat-ı müstəqimdə oturmuşam. Qardaşım, sən hələ gəlib sırat-ı müstəqimə çatmamısan. Hələ orada şeytan oturub. Əsas yola çıxmamış. Hələ orada oturub, hə. Köməkçi O olmuş. övliyalardan biri deyir ki, mən bütün günahları tərk etdim. Sonra getdim, böyük alim tapdım, arif tapdım ki, dərs alım. O da qəbul elədi mən, dedi, maşallah, yaxşı gəlmişsən. Dəsturlarını verdi. Bir dəfə deyir, dayanmışam çörək növbəsində. Bir xanım gəldi, dayandı yanımda. Mən deyir, gözümü ondan çəkmək üçün tər tökdüm öz daxilimdə, mübarizə apardım. Gəldim ustadın yanına dedim ki, mən əvvəllər asanlıqla naməhrəmdən imtina edə bilirdim. İndi mən zülüm çəkirəm, bu nədir? Dedi ki, yolu budur da. Sən yola düşmüsən. İblis narahatdır, əvvəlki təzyiqi göstərmir. 10 qat, 100 qat təzyiq göstərir, narahat eləyir, bezdirir, görür ki, əl çəkəsən. Çünki görür, hədəfə tuşlanmısan. Biraz səbirli ol, keçib gedəcək. Bunu danışan alim çox gözəl bir söz deyir. Deyirdi, bunun içində təbəddülat var daha o adamın. Dedi, bu təbəddülatdan müğayət olun. İçinizdə bu mübarizə ruhu varsa, ümid var. Gördünüz ki, nəfsiniz bir şey istəyir. Adiləşdi Hə. sənin üçün heç. Nəfsiniz bir şey istəyir, amma heç qəbul eləmirsən nəfsindi. Deyirsən, elə ağlım bunu istəyir, bədbəxtçilik. Var o gün. İçində ki mübarizə var, içivin bir tərəfi deyir elə, o bir tərəfi deyir eləmə. Hələ bəlkə də eləyəcəksən, ha, amma yenə o dava gedir. O içəridəki o gərginlik var. O təb gəlir, qızdırma gəlir, o ümid yeridir. Hələ Biri ümid var. zahir nigahı ilə alıbdır canımı gizlin. Biri zahir nigahı ilə alıbdır baxışı ilə alıbdır canımı gizlin. Birinin qəmzəyi pünhanı canım aşikar almış. Seyyid Əzim rəhmətli. Allah sizdən alışın. Bir dənə burada bir mövzu var. Elə biləm, elə cəmaatda elə bir yaranında ki, biz paradoksal danışırıq. Belə danışırıq ki, bilgini imana çevirməliyik, inama çevirməliyik. Onu da icra eləmək üçün gələ inam lazımdır. Sanki bir məntiqidə dövr deyilən bir şey yaranır. Yox. İnamın, imanın bir şeyimi də var da qəlbimizdə, yəni içimizdə. Allah fitrət anlayışı var da. Birinci hidayət. Biz bunu birinci hidayət kimi. Biz bunu artırmaq istəyirik. Biz bunu haqqul eynul yaqin, elbul yaqin, haqqul yaqin mövzuları. Biz bunu artırmaq istəyirik. Daha da çox məsələn canımızla müşahidə eləmək istəyirik və bunu köklü istəyirik canımızı hopsun, bütün vücudumuzu bürüsün. Bax bu iman hər vücudumuzun bütün nöqtələrini tutsun. Deməli mən bunu istəyirəm yekunlaşım ki, o diqqət mövzusunda ki, biz necə eləyək ki, zehni məlumat, mərifətə, məlumata, imana çevrilsin daha doğrusu. Zehni diqqəti qəlbi diqqətə yönəltmək. Adını da qoyulur təvəccüh. Yaxşı. Bu necə olmalıdır? Deyir ki, insan çalışmalıdır biraz zikir eləyəndə də bəzi vaxtlar görürsən zikir elə deyirik, keçirik. Biraz elə doğrudan da düşünə-düşünə, bir növ
canvu da məsələyə qatasan. Bizdə belə bir söz var, deyir, canla, başla qulluğundayam. Həm başla, həm qəlblə qulluğundayam da. Yəni o canı da deyirəm, qəlbi də qatmalı. İndi burada bir növ o qəlbi diqqəti yaratmaq üçün ibadətin mühüm rolu var. Ələlxüsus gecə ibadətlərinin mühüm rolu var. Və biraz da buna müdavimət eləmək, davam eləmək. Yəni belə ki, hətta hədislərdə var ki, bir ibadəti götürdünüz, bir il heç olmasa, vacibatdan söhbət getmir, müstəhəbbatdan. Bir il onu davamlı eləyin. O təsirini görəcəksiniz mütləq. Bir dönümüzü görürsə doğrudan təsir eləməyə başladı. Və burada get-gedə nə baş verəcək? İnsan ki, artıq o qəlbi diqqətə çevriləndə, insanda bir növ ənaniyyət, o mən, o ənə, o firon, içində olan o firon get-gedə buzu əriməyə başlayır. İnsan haqla, həqiqətlə ünsiyyət qurmağa başlayır. Haqla, həqiqət ünsiyyət qurmağa başlayır və get-gedə ilahi məhəbbət qəlbində şölələnməyə başlayır. Bu, bir müddətdən sonra insanda bu proses baş verir. Yəni, ələlxüsus gecə ibadətlərinə diqqət eləmək. Ələlxüsus da biz indi öndə Ramazan ayı gəlir, mübarək ay gəlir. Məcburən gecələr oyaqdır. Qalacıq da Allaha qurban olub, adam sevinir ki, deyir, nə yaxşı şükür olsun Allaha, o birinci ömür versin, dua eləyək, elə bilmirik necədir vəziyyətimiz. O günlər gəlir, o günlərin sübhləri gəlir, gecələri gəlir və bunu yarada bilərik. Bu imanı yarada bilərik. Bir yolu da bunu buyururlar ki, mən keçəndə bir dənə də demişdim, sizlərə 3-4 dənə demişdiniz. İkincisini də bu verilişdə dedim. İnşallah indi davamında, axarında yenə də yəni qeydlərim var, yenə toxuna bilərəm. Bir də Allah Teala əslində hələ bunun üçün yol qoyub da, ihdina sıratal müstaqim. Bizi düzgün yola yönəldi. Sirat əsas yoldur da. Digər yollar tariqdir, səbildir. Gəlib çıxır sirata da hamı. Sirat, yəni birbaşa insanın qəlbi düzəlsə, onun bütün əməlləri düzgün olacaq. Qəlbi səlim. Necə ki, yaxşı, bəs köməkçi yollar nədir? Mümkündür ki, mənim danışığım dinə xidmət edir. Amma yaşayışım o deyil. Mümkündür ki, mən gözümü naməhrəmdən qoruyuram. Yəni, gözlərim o yoldadır. Amma əlim əyridir. Oğurluğum var. Və yaxud əksinə ola bilər. Qeybət falan, dil günahları. Çox məsələlər var. Yəni ki, bu müxtəlif ki, Allah nə qədər mənə neymət verməyib, ondan bu istifadə qaydaları ki var. Mən ona düzgün istifadə eləsəm, bunların hamısı komple şəklində, yəni yoludur ya, bunun ki, bildiyin qəlbivə oturmasının yoludur ki, nə verib Allah sənə? Göz verib, gözündən düzgün istifadə elə. Qulaq verib, hər şeyə qulaq asma. Ələlxüsus, böhtana qulaq asma, kimsə... Əsas da qəlb. Bəli. Əsas da qəlb. Bəli. Və bütün bunların hamısı, bunlar hamısı bir yerdə, Seyid onu demək istəyirəm, bunlar hamısı bir yerdə, komple şəklində düzələndə artıq qəlbdə, artıq sən bu yolu getmirsən, bu yolu yaşayırsan. Həzrət Əli əleyhissalamın bir dənə sözü var, din haqqında qəribə bir də, dininiz sizin qardaşınızdır, deyir. Dininiz sizin qardaşınızdır, ondan müğayət olun, bu mənada da. Yəni, o qardaşlıq necə olur? Əvvəl sən tezə-tezə gəlsən, kiçik qardaşsan, o sənə böyük qardaşlıq eləyir. Amma sən elə yolu getməlisən ki, nəticədə sən ona böyük qardaşlıq, yəni sən dini qorumalısan, bəli. Yəni, bu yol səndən böyüməyi tələb edir. Bir ömür yaşa hələ kiçik qardaş olursa, bu yaşayış olmadı ki. Hələ kişilər olmayıb ki, ya, İslam o kişilərə görə tanısınlar. Yəni, bir var, yol gedirsən, getdiyin yol səni tanıdır. Filan kəs filan yolla gedir, namaz qılandır, oruç tutandır. Amma bir də var ki, sənin özünə məxsus hələ gedişatın olur ki, sənin gedişatın dini tanıtdırır. Elə belə deyək də, Axundun dediyi sirat sözünü izah elədi də. Sirat yəni 3 sənədən ibarətdir. Doğru dürüst əqidə, əxlaq, ilahi əxlaq və salih əməl. Bunlar üçlük dürüst olanda olur, insan elə siratda hərəkət edir. Və salih əməldə o əməldir ki, səlahiyyəti var, Allah dərgahına qalxsın. O əməl Allah dərgahına qalxır ki, imamın
yaşadığın dövrün imamının rızayəti o əməldə olsun. Çünki o olmadı. Ona görə Quranda ayə var idi, insanlar qiyamət günü imamı ilə çağırılacaq. Düz. Və Əhl-i Beyt də buyurur ki, Əleyhisselam buyurur, ənə sıratül müstəqim. Da artıq o sıratın özüdür. Bəli. Yolun özüdür. Axundun istədim dediyinə deyim. Və Quranda 2 cür ayə var. Yadıma düşür, bunları danışa. Bir ayə budur ki, ləhum dərəcatun. Bəzi insanların dərəcəsi var. Bir ayda deyir, hum dərəcatun. Hələ özü dərəcədə olar. Onlar özü dərəcədir. Ona görə Əllamə Təslimdə yaxşı bir mövzu açmışdı. Deyirdi ki, İnnəkə lə'alə xuluqun azimdə Peyğəmbərə ki, Allah deyirsən, ələ xuluqun azimsən, demir zu xuluqsan, əxlaqlısan. Var olmuş. Ələ xuluqsan, əxlaqı xüsusiyyətdə Hakimsən. sən onlara hakimsən, sənlə ayaq üstə dayanıb, sən onları saxlamısan, ayaq üstə bu yerə çatmısan. Yəni bu bəşərin İmam Hüseyndən bir də yadıma düşdü icazə edin. Namaz nə dedi? İnnəs-salat tənha anil fəxşə vəl-munkar. Namaz insanı pislikdən çəkindirir, günahdan çəkindirir. Namaz insanı qoruyur. Amma İmam Hüseyn üçün deyilən söz budur ki, əşhədu ənnəkə qəd əqəmtəs-salat. Sən şəhadət verən ki, sən namazı saxladın. Qorudun. Namazı qorudun. Yəni insan, bir kamil insan bir yerdədir ki, bir yerə çatıb ki, artıq Bir var paksan, bir var pak edicisən. Həm paksan, həm pak edicisən. düz, əhsən. Müzaf su deyirlər də fiqdə. Pak ola bilər, amma pak edici deyil. Amma su şəffaf sudur, həm özü pakdır, indi o dərəcəsi var indi şəriət. Cismi su pak eləyir. Əhl-i Beyt isə cani. Yutahhirakum Yalnız katira. onlardır edən. Cismi cani nurani. Əhsən, tardıda. Salavat-ı Şəbaniyyədə də var ki, Peyğəmbər sallallahu əleyhi və aleyhə aid olan Allaha dua edirsən ki, Allahümmə ec'alhu li şəfi'an müşəffa'a. İlahi mənim üçün o həzrəti şəfaati qəbul olunan bir şəfaatçı qərar ver. Vəc'alhu li tariqən iləykə məhyə'a. Peyğəmbər sallallahu əleyhi və aleyhi mənim üçün sənə çatılacaq asan, rahat, geniş yol qərar verir. Peyğəmbərin özü tərikdir. Bəli. Hum dərəcatun, onlar özləri dərəcədirlər. Yəni Peyğəmbər özü sallallahu əleyhi və yoldur. Və keçən verilişdə Axund işarə elədi ona ki, Allah Teala Qurani-Kərimdə də bizə yolu gedənlərlə bildirir. Sıradəl-ləzīnə ən'amtə aleyhim. Onların yolu ilə. İnsan faktoru burada. Təcrübə olunmuş, yəni həm başa salır ki, bu gediləsi yoldur, gediblər. Həm başa salır ki, burada elə kişilər sənin dostundur ki, və həsunə ulaikə rəfiqa. Yaxşı kişilərlə dost olacaqsan. Qiyamətdə də gələndə utanmayacaqsan. Deməyəcəksən ki, ya ləytən ilə məttəxid filanən xəlilə. Kəs filan kəsi dost seçməyəydim. Həm də ki, bu yolda bunlar sənə şəfaatçı olacaq, əlindən tutacaq, böyük qardaşlıq eləyəcəklər sənə. Allah bu küçənin adını, bu yolun adını Quranda Əhl-i Beyt küçəsi qoyub da, neymət verdiyim kəslərin yolu. Neymət verilən kəslər də Quran buyurur, Əl-yevm əkməltu ləkum dinəkum və ətməmtu aleykum neyməti. Neymət də ki, imamətlə tamamlanır. Yəni, bu yol adamı aparır, çatdırır. Hələ bizim vəsiləmiz də... Maraqlıdır ki, imamətlə tanınır sözünə baxın. İmamətlə tanınır. İmamət nə deməkdir? Yəni, səni aparacaq, bələdçilik eləyəcək. Özü tutub əlindən aparacaq. O, zat məvəddət ayəsi var. Qul la əsəlikum əleyhə əcrən illəl məvəddətə fil qurba. Allah Teala bir ayədə buyurur ki, mən Peyğəmbərə əmr eləyir ki, denən ki, mən sizdən yaxınlarımın sevgisini tələb edirəm. İndi yaxınları, bəziləri çoxaldıblar, yüzlərlə eləyiblər. O deyir, qızıl az olanda qiymətlidir də. Əhl-i Beyt də 5 nəfərdir. Bunu çoxaltdılar, Əqilin övladları, nə bilim, Əbbasın övladları, onun dəyərini itirmək üçün. Elə canı yanan ya bir olan ya iki. Dəyərini itirəndə də nə olur? Nə problem var? Problem budur ki, bu Əhl-i Beytin sevgisi Allaha yol tapmaq üçündür. Nütbə duasında o ayələrin üstündə gətirir. Deyir ki, la mən şahin yəttəxid elə Rəbbi səbila. O şeyi ki, mən sizdən istəmişəm, haqqa çatmaq üçün. Yəni, bu 5 nəfər və onların təyin etdikləri, bəli, onlar imamı idilər. Onların işi gücü bizi haqqa çatdırmaq idi. Gəldilər elə vəziyyət yaratdılar ki, adam heç bilmir kimin dalıca düşsün, gəlir gelsin. Mesela bir imamin mubin. Quranda ki, imamın bir məsu yoldur da hələ. İmamın bir məsu yoldur. Doğrudan adama aparan Allaha. Ona görə Tövratda da Quran-ı Kərimdə imam deyilir.
Əhsən. Özü maraqlı məqam budur ki, siratdır da, deyir mən yolam da. Nəinki imam elə yolun başında dayanıb, elə yolla səndən Yolun öz- gedir. Evet. Sən hər an imamlasan da. Yəni anam da oturub düşünəndə ki, hələ mən hələ imamla ünsiyyətdəyəm, rabitədəyəm. Doğrudan da bu çox mühümdür. Bu yol yol. Seyid bir də Hacı üçüncü qısadır deyə bilərəm. Çünki bu yəni ki, gələn Elə onu veriliş biz demək üçün Ramazandan gəlmişik danışırıq. da bura. Yox, mən sizə dinləmək istəyirəm. Allah sizləri hifz eləsin ki, siz danışırsınız, mən də faydalanıram. İlk öncə özüm. Və bir dənə də yol iltica deyiblər adına. Yəni bir də deyirəm, o zehni, məlumatın mərifətə çevrilməyin bir adı nə deməkdir iltica? Ki insan ki baxır aləmə, görür ki, başa düşür ki, həqiqi müəssir kəlam teologiyada yerdə bu səbəbül müsəbbəbat, səbəblər səbəbi odur. Belə ki, bütün səbəblərə can və izin verən odur. Və bir tərəfdən də özünün də zəif olduğunu görür. Görərək gedəmir də yıxılır. Deyir, düzələcəm, gedir, yıxılır. Qalxır, yıxılır. 3 addım belə. Zəifliyin görür. Gah yıxılır, gah durur. Hə. Bir tərəfdən də şeytanın da, iblisi də güclü olduğunu görür. Baxın, düz deyə Quran deyir ki, şeytanın hiləsi zəifdir, amma o zaman zəifdir, ilahi proqramla yaşayasan. Sən öz nəfsi hava və istəyindən yaşayırsan, o güclüdür. Niyə zəifdir ki? Yıxıcıydı səni. Əsrlərdir. Bu yıxa-yıxa zaten gəlir, kimlər yıxa-yıxa gəlir. Hər halda iblisin də bu tərəfdən güclü olduğunu görür. Get-gedə insanda istirar haləti yaranır. İstirar nədir? Əmmən yücibul mustarra izə da'ahu və yakşifussu. Görür ki, mən zəif. Bu tərəfdən bu güclü. Çarəsizliyin. O tərəfdən də səbəbül müsəbbəbat o. Mən neyniyim? Gələm Allahın dərgahı, Allah, mən qurban olaram. Sən özünü əlimdən tut. Bildiklərim çevrilsin də imana da. Yəni mən adam təhsilən deyib bəzi vaxtlar nə deyir? Görürsən sən bir söz deyərsən. Bir nəfər o neçə il əməl eləyir. Məqama yetişər. Adam özü yerindən inir, addımlayır. Bu adamın özünə də təsir eləyər axı. Təzə qiyamət günü bəşər gələr, maraqlı bu deyə. Sən buna söz demisən. Bu da gəlib ona deyib. Sən bir hoşuna deməmişsən. O hidayət olub yüksəlib. Bu özü danışan nə olmayıb? Bir yeri yetişməyib. Adamın neyiniyər? Təsir eləyər. Ona görə Allaha sığınırsan. Buna ya Rəbbəl aləmin. Mən zəifəm. Sənə də qurban olaram. Sən də mən əlimdən tut. Sən də mən əlimdən tut. Həqiqətən mən bacarmıram getməyi. Tut əlimdən. Mənə ol vəli. Əllamə Əl-Mizanda bir mövzu açmışdı. Deyir, nəsirlə vəlinin fərqi nədir? Nəsir də kömək eləyəndir, vəli də kömək eləyəndir. Deyir, nəsir odur ki, İntənsurullah yansurkum. Yusabbit əqdamakum. Görsən deyir ki, insan bir yerə gəlir, yetişir ki, sən çalışırsan, addım atsan, düzdür, orada da bir tövfiq ilahiyyə var, işim yoxdur, Allahın tövfiqi. Oradan da əlindən tutar. Elə bir sən 3 addım gəlsən, yıxılırsan, ana Səndən tutur. hərəkət, məndən hərəkətdir də. Ki, elə bir uşaq yeriylə görmüsün, 3 addım gəl, yıxılır, ana tutur əlindən. Vəli onu deyirlər ki, deyir, hələ heç imeyləyir, ana ilə qucağında götürüb, o yana aparır, bu yana aparır. Vəli bu. Düzdür, bu böyük bir məqamdır, insan gedib bura çatmalıdır. Mən sizə deyim ki, İlahi və Rəbbim, biz yeriyə də bilmirik, 3 addım da gedə bilmirik. Adam gəl, Allahın səmimi aşağıda gəlir, öz payıma deyim. Sən özün rəhmət ağuşu al bizi, hə? Buna deyirlər, burada göz yaşının çox təsiri var. Əinnə alə bukaikə. Deyir ki, daha doğrusu o ərəbcə qalsın. Göz yaşı deyirlər, insan burada əlindən tutur. Allaha sığınmaq, bunu alacaq, nəcva. Adamın o məlumatları get-gedə çevrilir. Burada girim Axundun bazarına bir dənə beyt deyim, rəhmətli Şəhriyardan. Yox, o başqası deyir. Qıtlıq illər. Hə, onun dənə adı var, getmə tərsi abalası. Orada deyir ki, qıtlıq illər yağışı tək quruyub göz yaşımız. Çuyi eşqində gərək bir də müsəllaya gəlim. Müsəllə yağış namazı istəm. Yəni, göz yaşım quruyub, gərək gələm yalvaram ki, mənə göz yaşı ver. O, çox məsələni həll eləyəcək. Burada bir məsələni, bayaq ikimiz də qeyd elədiniz, o boşluq qaldı, onu istəyirəm. Yəni, sözünüz deyildi, ha, ola bilər tamaşaçıların, mən bəzən özüm qoyuram tamaşaçıların yerinə, dinlərdən ki, nə algı var. Dediniz ki, Hüseyin Hacı Ramil toxundu buna ki, biz elə bilməsinlər ki, biz paradoks danışırıq, yəni biliklər inanca çevrilir, inanclar biliyə çevrilir. Bu paradoks deyil, bu bir-birini tamamlayan məntiqi nəticədir. Yəni, mən biliklərimə əməl eləyirəm, çevrilir inanca,
İndi mənə növbəti biliklər lazımdır axı. Növbəti bilikləri Allah Teala göndərir. İttəqullah və yuallimukumullah. Belə bir-birini tamamlaya mən yüksəlirəm. Yeni metodlar bilirəm, yeni həyat dərsləri bilirəm. Mərhum Şeyx Ənsari olub, kim olub deyirmiş ki, mən hər gün yeni Allaha ibadət edirəm. Deyirlər, sən bütpərəstsən, deyir, yox. Mənim bugün tanıdığım Allah, dünən tanıdığım Allah deyil. Və axirət üçün də deyirlər ki, axirətdə ibadət onu da cənnət əhlidir. Amma elm mərifət olacaq. Monoton dövrdə darıxmaq yoxdur. Hər gün yeni mərifət. Bir məsələni də qeyd ediblər hədislərdə ki, ağlı, söhbət təbii ki, o əxlaqi ağıldan gedir də biz dediyimiz kimi. Ağlı çoxaldan amillərdən biri haqqa tərəfdar olmaqdır. Haqqın tərəf. Bax, fikir verin, xəvaric nədən yarandı? Xəvaricin imanı var idi, bəli. Təqvası var idi, bəli. Gecə-gündüz Quran oxuyurdular. Quran oxuyurdular. Gecə namazlar tərk olmurdu. Baş kəsəndə də əstəğfirullah deyirdilər, subhanallah deyirdilər. Amma o haqqın tərəfində qalmamaq onların ağlını azaltdı. Fikir verin, bu saat dünyada görsən, Allah-şünaslıq, ilahiyyat mövzularını kimlərəsə danışırsan, görsən ki, ona qəribə gəlir, o dərinliyə getməyi bacarmır. Niyə? O qədər haqqın tərəfini saxlamayıb, o qədər o Machiavelli təfəkkürü ilə yaşayıb ki, mənfəət vəssalam, maraq vəssalam. Maddiyyat vəssalam. Artıq ağıl da funksiyasını yavaş-yavaş azaldır, itirmir. Ağıl bir cövhərdir, Allah tərəfindən verilib, həmişə bir projektordur, bir işıq saçan nurdur, fənardır. Amma öləziyib işığı azalıb. Niyə? O lazımı əməllərlə ona dəstək verilməyib. Görürsən, məsələn, Muaviyyənin tərəfini saxlayanlar Siffin döyüşündə özlərini necə qane eləmişlər, gəldilər Əl-İslam əleyhinə. Çox maraq oldu. 30.000 nəfər müsəlman namaz qılıb İmam Hüseynin başını kəsməyə gedir. İmam Hüseynin Abdülhəsəlam buyurur ki, ağlayaqla buyururdu ki, atamın başını kəsməklə Allaha təqərrüb axtarırdılar. Qürbət eynəllah kəsirdilər atamın başını ki, Allaha yaxınlaşsınlar. Bu ağıl niyə belə azalır? Bəzi sözlər var, deyir ki, o haram yemişsiniz deyə imanınız. İmam Hüseyin Səlam başıdır. Əqlin aradan getməyinlə bir dənə məsələ var. Deyir, o uzanan yerdə deyir, su içmək əqli aradan aparır. Bir kişi deyir, ay bala uzanan yerdə su içmə, ağlın gedər. Uşağı deyir ki, ağıl nədir? Deyir, heç nə, içkinə. Suyu içkinə deyir. Bu Seyyid dediyi İmam Hüseyndən hədisdir. La yakmulul aql illa bittibail haqq. Ağıl haqqa tabi olmaqla təkmilləşir. Mən bir dənə təslim təfsir müəllifimin sözünü deyim. Deyirdi ki, əməl və ibadət su misalındadır. Etiqad, əqidə çox mühümdür. Əgər o tikandırsa, tikanın böyüdəcəksən. Yox, əgər bir yaxşı bir ağacdırsa, belə deyək də, meyvə ağacıdırsa, o dəldə aran ki, o da dərlə tavfəti təbəş xilaf nist, dər bağ lalı rüyədə dər şurizar xəs. Axın tərcümə eləmişdi onu bir dəfə deyəsən tərcümə. Tərcümə ilə ayə də deyim bir dənə. Tərcümə ilə ayəsi demək istəyirəm. Deyir, o yağışın suyunda ki, hamı bilir ki, bir ixtilaf yoxdur, yəni ki, yağışda bilirsən ki, H2 oldu da. Deyir, amma bağa düşəndə lalə çıxırından, şoranlığa düşəndə tikan xarımıq ilə. İstəyirəm bu ayə ilə ki, ayə buyurur ki, İleyhi yəsədu kəlimut teyyib vəl əməlus salih yərfəhu. Deyir, kəlimut teyyib etiqad əqidədir də. Görünən budur ki, birinci etiqad əqidədir və əməlus salih, hər əməl də yox, salih əməl onu neyinir? Qaldırır yuxarıya. Ona görə bizim etiqadımız çox mühümdür, əqidəmiz çox mühümdür. Xəvaricin ən böyük problemi budur ki, o qıldığı o gecə namazları, dizlər ki, pinə bağlamışdı, alınlar o halda idi, Quran oxuyurdular və s. Doğru əqidə yox. Amma o gecə ibadətləri o tikanı neyinirdi, düzəldir. Qaydır ağladı. Axırda gəldilər, Əmirül-Momin neynədilər? İbadət qəsdi ilə xüsusi bir gecədə, xüsusi bir gündə gəldilər, vurdular. Yəni o xarab əqidənin verdiyi o ibadətlərin nəticəsi də bu idi. Siz demişkən də Allah adı ilə baş kəsirdi. Ağıl, yenə qaydır ağılı deyir. Allah Teala'ya aqil abid lazımdır. Bir rəvayət var, deyir, Bəni İsraildə bir
abid var idi. Yer göy onun ibadətindən danışırdı da. Hətta dövrün peyğəmbəri bir dəfə Allah Taalaya ərz elədi ki, ilahi, nə gözəl bəndədir bu, nə gözəl ibadət. Allah Taala buyurdu, onun ibadətlərinin mənim nəzərimdə bir damcı qədər qiyməti yoxdur. Dedi, niyə ilahi? Dedi, ondan biraz söhbət elə. Getdi biraz söhbət elədi ondan ki, sən bu mağarada ibadət edirsən, bu filan. Nələr görürsən, nələr fikirləşsən? Dedi ki, mən hələ başa düşə bilmirəm ki, bu çəmənlikdə bu otlar, zatlar belə bitib, nəcəb Allah Taala 3-4 dənə heyvan yaratmır, bunları yesin, bunlar zay olub gedirlər. Dedi, bax, bu boydadır bu. Nə qədər ibadət edirəsin, bu işlətmir. Orta dərmanlarını atmamışdır. İşlətmir, ağılını işlətmir. Belə bəndə Allahın nəyini lazımdır? Bəli. Fəmən yətikum bima'in məyin. Sudan söz açdınız, sonra da paklılıqdan söz açdınız və ardıca da Əhl-i Beytdən söz açdınız. Allah da Quran-Kərimin Mülk surəsinin sonuncu ayəsində ma'in məyin deyə, əlbəttə müfəssirlər, siz daha gözəlini bilərsiniz, İmam Zaman Əcəlallah Teala Fərcəhü Şərifə işarə olduğunu deyirlər. Sizin əgər suyunuz çəkilərsə, içməli suyunuz çəkilərsə, yerin dibinə gedərsə, kim sizə o suyu, axar suyu göndərə bilər. Allah elminizə, imanınıza bərəkət versin. Gözəl söhbətlər idi. Şirin kənardan qalıb qulaq asmaq çox möhtəşəmdir. Elə keçən həftəki mövzuya görə də çoxlu təşəkkür. Mən gözləmirdim. Dedim biraz elmi müzakirədir. Çox insan yəqin ki, maraqsız ola bilər bəzi insanlara. Amma gördüm, yox, yaxşı reaksiyalar gəldi, təşəkkürlər gəldi. Axında birini göndərmişdim. Dostlardan biri, o xiridarlardan biri təşəkkür eləmişdi. Demək, inşallah ki, bu mövzunu burada bitiririk. Allah inşallah faydalı eləsin izləyicilər üçün də. İnşallah gələn həftə görüşənə də yenə də gələn həftə Ramazan ayı artıq daxil olur yaxınlarda. Bəli, onunla bağlı, Şaban ayının son günləridir inşallah. Bununla bağlı söhbətiniz olacaq. Allah sizi qorusun, ustadlar. Sağ olasınız. Əziz və möhtərəm izləyicilər, Allaha əmanət olun. Gələn həftə yenə də görüşəcəyik.